Yanacaq sərfiyyatı çox olan avtomobillərin mühərriki dəyişdirilir. Son illərdə buna maraq göstərənlərin sayı artıb. Sürücülər bunu etməklə büdcələrinə qənaət etmiş olduqlarını düşünürlər. Bu cür dəyişikliklər adətən həcmi 4 və ya 5,7 litrlik benzin mühərriklərinin 2,8 və ya 3 litrlik dizel mühərriklərlə əvəz olunması şəklində həyata keçirilir. Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, sürücülər sərfiyyatı azaltmaqla yanaşı bahalı təmir xərclərindən də yayınırlar. Əgər avtomobil sahibi dizel mühərrikə keçərsə, hər 100 kilometrə təxminən 8-10 litr əvəzinə 5-6 litr yanacaq sərf edir. Bu isə aylıq olaraq təxminən 150-200 manat qənaət deməkdir. Amma ortalama standart bir mühərrik var ki, daha çox Alman avtomobillərinin üzərindən çıxmış mühərrikdir. İkinci əl ehtiyat hissəsindən onu alırlar, 3-4 min manata mühərrik alınır, 2-3 min aralığında da ustaya verilir. Cəm şəkildə 6-7 min xərc tələb edir. Bu da 15 gün, 1 ay ərzi müddətində də bu avtomobilin üzərinə yerləşdirilir və işə salınır, təhvil verilir. Bəzi avtomobillər var ki, həddindən artıq mühərrikləri çox bahalıdır. Mühərriklərin balları sındığına görə mühərrikləri ikinci əl ehtiyat hissələrini əvəz etmək 10-15 min manat aralığında başa gəlir. Ona görə də üst tutullar alternativ varianta, yəni ki, ikinci əl ehtiyat hissəsindən özünü doğrultmuş mühərriki qoyurlar avtomobilin üzərinə ki, həm ömrü uzun olsun, həm də qiyməti daha münasib olsun. Yanacaq sərfiyyatda qoyulan mühərrikin yanacaq sərfiyyatı ortalama 8-10 litr yanacaq sərfiyyatı olur. Avtomobil ustası onu da əlavə etdi ki, zərurət olmadıqca belə dəyişikliklərə getmək tövsiyə edilmir. Çünki bu sonradan avtomobildə ciddi nasazlıqlara səbəb ola bilir. Hər ustanın edə bilməyəcəyi bir işdir. Azərbaycanda sayılı ustalar var ki, bu proseduru edirlər və avtomobillərin üzərində də işləyir, nə yalan deyə işləyir. Amma bunun periodika olduğu üçün avtomobildə sonrakı hallarda yarana biləcək hər bir problemlə, yəni o mühərrik çıxmalıdır, həmin usta ona müdaxilə etməlidir. Çünki periodika olduğuna görə bir başqa ustalar ona müdaxilə etməyə biraz çətin olur. Quraşdırmalar olsun, naqillər olsun, sürətlər qutusu ilə mühərrikin birləşməsi olsun. Burada periodika işləri getdiyinə görə, plastinkalar olduğuna görə normal avtomobillər kimi buna yanaşmaq olmur. Mütəxəssislər bildirirlər ki, əgər mühərrik texniki cəhətdən təhlükəsizlik və ekoloji normalara cavab verirsə, onun dəyişdirilməsi rəsmi şəkildə sənədləşdirilə bilər. Bunun üçün ərizə, texniki baxış aktı və yeni mühərrikə dair faktura təqdim olunmalıdır. Turqan Əliyev, Əli Cəfərov, Vüsal Hüseynov, Xəbər Ertəsi.